Təsəvvür edin, Filadelfiyadakı o səs-küylü, belə nəm balıq bazarındasınız. Ətrafda satıcılar qışqırır, alıcılar qiymət oxuyur. Amma bir kənarda, böyük bir şüşə akvaryumun qarşısında 10 yaşlı bir uşaq hərəkətsiz dayanıb. Sadəcə dayanıb və tamamilə diqqətini o akvaryuma yönəldib. Yəni, ətrafdakı o səs-küy onun vecinə də deyil. Dəqiq. Və bilirsiniz, o niyə belə diqqətlə baxır? Çünki akvaryumun içində çox maraqlı, amma bir o qədər də qəddar bir səhnə var. Bir kalmar və bir xərçəng eyni yerdədir. Kalmarın heç bir silahı yoxdur. Hə, yəni o ancaq sürətli qaça bilər, bir də qorxanda o məşhur mürəkkəbinə buraxa bilər. Vəssalam. Elədir. Xərçəng isə tam fərqlidir. O sanki ağır zirehlə örtülüb, çox iti və kəsici qısqazları var. Ən pisi də odur ki, akvaryumda başqa heç bir yemək yoxdur. Yəni o qapalı mühitdə xərçəngin yeganə qidası elə kalmarın özüdür. Bəli. Və əgər siz də nə laxsa cəmiyyətin o ən yüksək zirvəsindəki insanların, yəni o toxunulmaz sərvət sahiblərinin dünyanı necə gördüyünü düşünmüsünüzsə, bugünkü bu dərin təhlilimiz məhz sizin üçündür. Biz bugün Theodor Dreiser'in qeydləri və maliyyəçi əsərinin qaynaq materiallarını əsaslanıb, Frank Cowperwood adlı o böyük maliyyə dahisinin necə yarandığını araşdırırıq. Bəzilərinə görə dahi, bəzilərinə görə isə amansız bir yırtıcı. Baxın, bu formalaşma prosesi heç də bizim bildiyimiz o ənənəvi təhsillə falan başlamır. Bizim araşdırdığımız mənbə materialı gənc Frankın psixologiyasının təməlini məhz o balıq bazarındakı hadisəyə bağlayır. O uşağın akvaryumu izləməsinə. Bəli, bu sadəcə bir uşağın balıqlara baxması deyil. Frank günlərlə o bazara gedir. O ölüm-dirim mübarizəsini izləyir. Kalmarın günbəgün necə zəiflədiyini, xərçəngin isə soyuqqanlı şəkildə öz şansını necə gözlədiyini analiz edir. Və nəhayət xərçəng kalmarı küncə sıxışdırır və onu yeyir. Qaçıb anasından soruşar ki, niyə heç kim onu xilas etmir? Şübhəsiz, yəni normal uşaq psixologiyası budur. Amma Frankın reaksiyası məni həqiqətən şoka salır. Mənbədə çox aydın qeyd olunur ki, uşağın gəldiyi nəticə sadəcə bu olur. Belə də olmalıydı. Kalmarın silahı yox idi. Yəni doğrudan da o uşaqda zərrə qədər də kədər hissi olmur. Qətiyyən, orada sıfır empatiya var. Frankın o an yaşadığı hiss əslində fəlsəfi bir aydınlanmadır. O uşaq kimi ağlamaq əvəzinə sistemin necə işlədiyini, o təməl məntiqi qavrayır. O başa düşür ki, həyatın təşkil olunma prinsipi ilə budur. Canlılar bir-biri ilə qidalanır. Və dərhal da bunu insanlara aid edir. Təbii ki, bəşəriyyət də fərqli deyil. Biz də bir-birimizlə qidalanırıq. Sadəcə bizim o fiziki qısqaclarımız yoxdur. Onun əvəzinə iqtisadiyyatımız, siyasətimiz, hilələrimiz var. Sanki həyat adlanan bir video oyunun ən gizli qaydasını kəşf edib. O qəddar oyunlar olur, ya o səviyyəni keçmək üçün rəqibini yeyəcəksən, ya da özün yem olacaqsan. Çox gözəl müqayisədir, bəli. Yəni Frank açıq-aydın qərar verir ki, o bu böyük ictimai akvaryumda qorunmağa çalışan kalmar olmayacaq. O zirehli xərçəng olmağı seçir. Amma burada məni düşündürən bir şey var. Fəlsəfəni anlamaq asandır, gəl ki bunu reallıqda tətbiq edəsən, bu 13 yaşlı uşaq pul qazanmaq üçün bu yırtıcı məntiqini necə işə salır? Baxın, elə işin ən maraqlı tərəfi onun bunu necə tez icra etməsidir. Mənbələrimizdə onu biznes intuisiyasını göstərən dəhşətli bir epizod var. Frankın 13 yaşı olanda təsadüfən bir həraca gedib çıxır. Orada 7 qutu Kastilya sabunu satılır. Bu sabun o dövr üçün çox dəyərli bir maldır. Hə, yəni hər kəsin axtardığı bir şey. Dəqiq. Frank hesablayır və bilir ki, bazarda o sabunun qutusunun real dəyəri 11 dollar 75 sentdir. Yəni, o 7 qutunun cəmi dəyəri təxminən 82 dollar edir. Hərracda böyüklər bir-biri ilə rəqabət apararkən, bu 13 yaşlı uşaq irəli çıxır və bütün qutular üçün 32 dollar təklif edir və hərracı udur. Dayanın, 13 yaşlı uşaq və 32 dollar. Yəni o dövrdə bu az pul deyil axı. O pulu hardan tapır? Mən o yaşda ancaq məktəb xərcliyimi düşünürdüm. Məsələ də elə budur. Frankın atası bank işçisidir. O sabunları udan kimi qaça-qaça atasının yanına gedir və ondan o 32 dolları borc istəyir. Atası onun bu cəsarətli addımına, o biznes təfəkkürünə heyran qalır və pulu ona verir. Atası yəqin fəxr edib ki, oğlum alver edir. Hə, Frank o pulu ödəyir, sabunları götürür
və birbaşa qonşuluqdakı baqqal Dalrympinin yanına gedir. O 7 qutunu topdan satış qiymətinə $62 ona satır. Vay, yəni dərhal $30 irəli düşür. Bəli, cəmi bir neçə saat içində öz cibindən 1 qəpik belə xərcləmədən $30 xalis qazanc əldə edir. Gəlin bunu biraz da aydınlaşdıraq dinləyicilərimiz üçün. Çünki bu sadəcə uşağın alver etməsi deyil. O burada heç öz pulunu da riske atmır. O atasının pulundan bir növ rıçaq kimi istifadə edir. O hərracdakı hesabına baxanda sadəcə əl-yüz yumaq üçün bir şey görmürdü. O məhsulun bazar qiyməti ilə hərrac qiyməti arasındakı o riyazi fərqi görürdü. Bəli, o marjını görürdü. Tamamilə. Sanki beynində quraşdırılmış bir arbitraj proqramı var. Sizin bu vurğuladığınız məqam çox vacibdir. Frank pulun sadəcə nələr isə almaq üçün vasitə olmadığını hələ o yaşda dərk edir. Pulu bir silah kimi görür. Xərçəngin qısqacıları kimi yəni. O daha sonra Waterman & Co, sonra Tige & Co kimi şirkətlərdə işləyir, amma kənd təsərrüfatı və ya komissiya biznesində qalmır. Niyə qalmır? Orada da yaxşı pul var axı. Var, amma o başa düşür ki, komissiya alan maklerlər kimlərinsə yaratdığı böyük oyunda sadəcə alətdilər. O isə alət olmaq istəmir. O masanın arxasında o alətləri idarə edən şəxs olmaq istəyir. Yəni o başqasının oyununda fiqur olmaqdansa oyunu quran olmaq istəyir. Çox aydındır. Amma mənim beynimdə başqa bir sual yaranır. İş həyatında bu qədər hesablayıcı, bu qədər soyuqqanlı olan bir insan görəsən şəxsi həyatında necədir? Yəni sevgi, emosiyalar və ölkəni sarsıdan böyük hadisələr onun bu robot kimi işləyən məntiqini poza bilirmi? Çox yerində verilmiş sualdır. Çünki mənbəmiz göstərir ki, onun şəxsi həyatındakı qərarları da işdəki məntiqindən heç fərqlənmir. Məsələn, onun ilk evliliyinə baxaq, o özündən 5 yaş böyük olan Lillian Semple ilə evlənir. Lillian sakit təbiətli, biraz da limfatik bir dul qadındır. 5 yaş böyük və dul. Niyə məhz o? Çünki Frank ona hər hansı bir çılğın ehtirasla yanaşmır. O, Lillianda öz dinamik enerjisini balanslaşdıracaq sakit bir fon görür. Onu fiziki cazibə və soyuq, pragmatik bir məntiqlər yola gətirir. Yəni Frank üçün Lillian sanki portfelinə əlavə etdiyi çox təhlükəsiz və stabil bir aktivdir. Bu həqiqətən qorxuducudur. Qadına bir aktiv kimi, yatırım kimi baxmaq. Və elə bu evlilik dövründə Amerikada böyük bir tarixi tufan qopur. Vətəndaş müharibəsi başlayır. Bizim mənbə materialımız quldarlığın ləğvi ətrafındakı o siyasi gərginliyi çox detallı təsvir edir. Tarixdə bu dövr böyük ideallar uğrunda aparılan mübarizə kimi xatırlanır. İnsanlar kütləvi şəkildə həlak olur. Biz burada əlbəttə tərəf tutmuruq, yəni tarixi fakt kimi deyirəm. Bəs o fırtınalı günlərdə Frank hardadır? O da cəbhəyə yollanır. Xeyr, o qətiyyən cəbhəyə getmir. Müharibəyə qatılmaq, hansısa bir ideal uğrunda öz qanını tökmək Frankın dünya görüşünə tamamilə ziddir. Onun optikasından baxanda bu müharibə sadəcə olaraq ticarətə mane olan lazımsız bir səsküydür. Həyatların və resursların israfıdır. Yəni o dövrün gəncləri vətənpərvərlik hissləri ilə cəbhəyə gedəndə Frank buna sadəcə israfçılıq kimi baxır. Bəlkə bu elə qorxaqlıqdır. Bəlkə egoizmidir. O sadəcə başqalarının qanı bahasına varlanmaq istəyir. Mənbədə belə bir yer var. Frank küçədə dayanır və hərbi marşın sədaları altında orduya yazılan o gənc oğlanları izləyir. O, onlara sadəcə acıyır. Hətta bir dəfə Abraham Lincolnu canlı görür. Onun necə böyük bir tarixi fiqur olduğunu dərk edir, amma yenə də öz fikrindən dönmür. Doğrudan, Lincolnu görəndən sonra da o emosiyaya qapılmır. Qətiyyən. Çünki Frank üçün insanın ən dəyərli mülkiyyəti elə onun öz bədəni, öz həyatıdır. O, bu həyatı siyasətçilərin oyununda qurban vermək istəmir. Frank o yürüş edən gənclərə baxanda əslində balıq bazarında gördüyü o çarəsiz kalmarları görürdü. Onun gözündə o gənclər sistemin yem etdiyi qurbanlardı. Frank isə qurban olmaqdan hələ 10 yaşında imtina etmişdi. İnanılmaz bənzətmədir. O, fırtınanın ortasında sakitcə dayanıb, yelkənlərini küləyə görə necə quracağını düşünən bir gemiyə bənziyor. Və bu soyuqqanlılıq onu tezliklə daha böyük bir okeana çıxarır. Siyasət və yüksək maliyyə dünyasına. Məncə, hekayənin ən mürəkkəb hissəsi elə buradan başlayır. Bəli, söhbət o məşhur şəhər krediti manipulyasiyasından gedir. Dəqiq. Mənbəmiz göstərir ki, Frank Edward Butler adlı çox nüfuzlu bir podratçı ilə əlaqə qurur.
Bu adam Mollenhauer və Simpsonla birlikdə şəhərin siyasi elitasını idarə edir. Və onlar bilərəkdən George Stener adlı çox zəif xarakterli bir adamı şəhər xəzinədar seçdirirlər. Niyə? Çünki kukla kimi idarə etmək asan olsun. Tamamilə elədir. Amma Steiner vəzifəyə gələndən sonra ciddi bir böhran yaranır. Şəhərin illərlə yığılıb qalmış və ödənilməyən borc vərəqələri var. Siyasətçilər bu dəliyi kapatmaq üçün 2 milyon dollarlıq yeni bir şəhər krediti, yəni sertifikatlar buraxırlar. Qanuna görə bu kağızlar 100 dollara satılmalıdır. Amma heç kim şəhərə güvənmir deyə bazarda onun qiyməti düşüb 90 dollara. Steiner panikadadır, nə edəcəyini bilmir və Frank Kauperwood'a müraciət edir. Və Frank, dövlətin ona etibar etdiyi o 210 min dollar vəsaitlə bazarı tənzimləmək əvəzinə özü üçün nəhəng bir pul maşını qurur. O, süni yumaq satışları adlanan bir şey yaradır. İngiliscə wash sales deyirlər. Gəlin bu mexanizmi dinləyicilərimizə izah edək. Bu necə bir illüziyadır? Baxın, bu əslində həm psixologiya, həm də riyaziyyatdır. Təsəvvür edin ki, Frank bir broker vasitəsilə bazara xəbər salır ki, mən 90 dollardan böyük həcmdə sertifikat alıram. Amma eyni zamanda başqa bir brokerə gizli şəkildə göstəriş verir ki, mənim əlimdəki sertifikatları 90 dollar 50 sentə sat. Yəni o əslində özü-özündən alır və satır. Yəni kənardan baxanlar elə bilir ki, bazarda ciddi bir hərəkətlilik var. Dəqiq. Kənardakı investorlar baxır ki, bu kağızlara necə tələbat yarandı? Kimsə bunları dayanmadan alır. Deməli, bunun qiyməti qalxacaq. Və onlar da öz real pulları ilə bazara girirlər. Süni tələb həqiqi tələbə çevrilir. Qiymət başlayır qalxmağa. 91, 93 və nəhayət Frank qiyməti qanuni həddə, yəni 100 dollara qaldırır. Dəhşətdir. Mən bunu ancaq bir kazinodakı dillerə bənzədə bilərəm. Təsəvvür edin, kazinodasız. Diller kartları paylayır, amma həm də özü oyunçu kimi mərcidir. Ən pisi də odur ki, o diller mərci öz cibi ilə yox, masadakı digər insanların, yəni şəhərin pulu ilə edir. Uduzsa şəhər batacaq, qazansa bütün pullar öz cibinə gedəcək. Və o, həmin o qazandığı pulları banklara girov qoyub yeni kreditlər götürür, daha çox səhm alır. Bəli, mənbəmiz bunu sonsuz zəncir adlandırır. Siyasətçilər, o cümlədən Strobik və digərləri passiv bir korrupsiya sistemi qurmuşdular. Frank isə bu sistemi fırlanan dinamik bir mexanizmə çevirdi. O rəqiblərinin ağlına belə gəlməyən şahmat gedişləri edirdi. O pulla yox, insanların acgözlüyü ilə oynayırdı. Amma belə bir güc qazanmaq insanın daxili aləmini də mütləq dəyişir. Elə mən də ora gəlirəm. İnsanın əlində bu qədər güc və sərvət cəmləşəndə onun iştahı da böyüyür. Frank artan puluyla özünə və atasına memar Ellsworth'un köməyi ilə möhtəşəm əkiz evlər tikdirir. Evi sənət əsərləri, bahalı tablolar və ormolu mebellərlə doldurur. Hər şeyi ən yüksək səviyyəyə qaldırır. Amma onun bu yeni lüks həyatına yaraşmayan bir detal qalır. Yaşlanan həyat yoldaşı Lillian. Bəli, Lillian artıq xəstəhal və solğun görünür. Və elə bu vaxt səhnəyə başqa biri daxil olur. Edward Butler'in qızı Aylin. Cəmi 19 yaşı var. Çox enerjili, qırmızı saçlı, isyankar və ehtiraslı bir gəncdir. Yeni evin açılışında Aylin qara atlas geyimdə olanda Frank ona yaxınlaşıb pıçıldayır ki, sən atəş və mahnı kimisən. Hiçbir aktiv kimi yeniləmək qərarına gəlir. Yəni, mənəvi baxımdan bu tam bir fəlakətdir. Amma Frank'ın o balıq bazarı məntiqi ilə baxanda, bu da eyni şey deyilmi? İstəyirsənsə və gücün çatırsa alırsan. Tamamilə eyni şeydir. Frank üçün ənənəli mənəviyyat, sədaqət kimi anlayışlar, zəifləri idarə etmək üçün uydurulmuş qaydalardır. O artıq zəif deyil axı. O qaydaları yazandır. O, ailindəki o həyat eşqini görür və bunu özünə layiq bilir. O heç düşünmür ki, mən evliyəm ya da bu qız mənim ən böyük siyasi müttəfiqim Butler'in qızıdır, başıma iş açar. Yəni o, Aylini də o hərracdakı sabun kimi bir mükafat olaraq görürdü. Öz iştahı onun ehtiyatlılığını üstələmişdi. Frank sadəcə bir adam deyil, o nəzarətsiz kapitalizmin elə canlı təcəssümüdür. Çox düzgün bir xülasədir. Sistemi öyrəndi, boşluqları tapdı və sonra bütün sistemi öz maraqları üçün istifadə etdi. Deməli, gəlin bütün bu danışdıqlarınızı toparlayaq. Biz bu gün nə gördük?
10 yaşlı bir uşağın akvaryumda öyrəndiyi o ya ye ya da yem ol prinsipini bir şəhərin iqtisadiyyatına və hətta öz şəxsi münasibətlərinə necə tətbiq etdiyini gördük. Vətəndaş müharibəsinə qoşulmadı, dövlətin milyonlarını illüziya ilə fırlatdı və müttəfiqin qızına göz dikdi, çünki dünyanı güclülərin akvaryumu kimi görürdü. Və sonda mən sizi çox vacib bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Biz Frank Cowperwood'un fəlsəfəsini təhlil etdik, amma əgər o həqiqətən haqlıdırsa necə? Əgər bizim bugün çox sivil, çox qanuni hesab etdiyimiz müasir maliyyə sistemi, fond birjaları, əslində sadəcə o balıq bazarının bahalı kostyum geyinmiş versiyasıdırsa, növbəti dəfə maliyyə xəbərlərini oxuyanda və ya iqtisadi böhranları görəndə, özünüzə bu qorxunc sualı verin. Mən bu böyük, amansız akvaryumda kiməm? Qorunmağa çalışan kalmar, yoxsa qaydaları yazan xərçəng? Bu barədə mütləq düşünün. İzlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlər.